Share whiteboard. David profilin çox qəşəng idi. Ay çox sağ ol. Səsiniz düşür ha videoya. Olsun. Yaxşı. Gəldik birinci kimdən da başlayırıq? Fidan. Bəli. Ay Fidan. Sən bizə zəhmət olmasa perfect continuous'dan perfect'in fərqi nədir? Keçmişdə baş verib bitmiş və nəticələri göz qabağında olan hadisələrdə Aha. perfect. Deməli, perfect, bəli, present perfect bir şey bitir, amma nəticəsi gözün qarşısındadır. Düzdürmü? Bəli, perfect continuous isə başlanğıcı olur, amma hələ də nəticəsi göz qabağında olmayan idi. Keçmiş. Belə idi. Əslində onda da nəticə göz qabağında ola bilər. Sadəcə olaraq əsasən keçmişdən başlayıb indiyə qədər davam edən hərəkətləri bildirir. Denə. I have been working there since 22. Yo, Since morning. I have been working since morning. Deyə bilərikmi? Səhərdən bəri işləyirəm. I have been. Yaman səliqəsiz yazır burada. Müəllim. I have been working since morning. Nəsə yaza bilmədim. Bu oldu Üstü yazalım. bitmişin. Müəllimə qələminizi incəldin də. İncəldin, çobud düşməsin. Aha. Yaxşı. Bəs sadəcə olaraq qızlar siz heç nə yazmayın, xahiş edirəm. Qoy burada heç nə düşməsin. Yazmayın. Bir dənə yazmayın, qoy fikrimiz dağılmasın. Deməli, I have been working since morning. Səhərdən bəri işləyirəm. Keçmişdən başlayıb indiyə qədər, səhərdən başlayıb indiyə qədər davam edən hərəkətləri bildirir. Düzdürmü? Yaxşı. Bir də sən davam edirik Fatimə ilə. Fatimə eşidirsən məni? Bəli. Sən də bizə zəhmət olmasa denən past continuous'dan past perfect continuous'un fərqini. Past perfect-lə past perfect continuous-un. Sadəcə past continuous'dan past continuous was doing. Past continuous'dan past perfect continuous'un fərqi. Past perfect continuous-da bir hadisə keçmişdə davam eləyib bitib, amma past perfect-də isə hadisə keçmişdə bitib, amma davam eləməyib. Aha. Past perfect continuous necə düzəlirdi? Past perfect continuous-da had been-in üstünə P1. Bəli, P1 gələcəkdir. Əhsən sənə, düpbədiz. Sadəcə past continuous. O isə was və üstəgəl ing. Was, were plus ing. Past perfect continuous keçmişdə məsələn I had been working when my friend called me. Dostum mənə zəng eləyəndə mən işləyirdim. O mənə zəng elədi, mənim işləməyim dayandı. Belə deyək. İkinci hadisə baş verəndə birinci sona çatır. I had been working for 2 hours when my friend called me. Mənim dostum mənə zəng eləyəndə mən 2 saat idi ki, işləyirdim. O mənə zəng elədi, artıq işləməyim dayandı. Bu perfect continuous'dur. Keçmişdə ikinci hadisə baş verənə qədər birinci hadisə sona çatır. Amma biz sadəcə past continuous desək, keçmişdə müəyyən zaman daxilində davam edən hərəkəti bildirir. While I was going to school, I saw him. Mən məktəbə gedəndə onu gördüm. Getmək davam edən bir hadisədir. Ona görə biz onu past continuous'dan verdik. See feili də görmək kimi davam ediciyə girmir. Uşaqlar, biz haçan see feilini davam ediciyə qoya bilərik? Bu Huawei kimin telefonudur? Mən. Hə, sən. Burada hərəkət olunur, fikrim yəni. Nədir bu belə? Yazı yazırsınız? Hə, deməli, uşaqlar, qulaq asın bir dənə. See feili görmək kimi davam ediciyə girmir. Biz nə zaman see feilini davam edici zamanda verə bilərik? Kim deyə bilər? Nə zaman see feili davam edici? Görmək mənasında, bir də görüşmək mənasında olanda.
Görmək olanda Görüş. Bəli, present da verir. bəli. Görmək olanda I'm seeing məsələn with my doctor at 2 o'clock. 2-də həkimimlə görüşəcəm. Görüşmək mənasında continuous-a girir. Amma görmək mənasında biz onu continuous-da istifadə edə bilməyəcəyik. İndi zəhmət olmasa lövhəyə yazmağı saxlayırıq. Burada bu lövhəyə yazmağı, hər kəsin yazmağını necə dayandırmaq olur uşaqlar? Hə, indi gəlirik nəyə? Sevil də bizə future perfect haqqında məlumat versin. Future perfect necə düzəlir? Bir dəqiqə. Testi bağlayayım. Aha, bağladım. Deməli, future perfect-i biz düzəldirik. Will have plus P2 ilə. Will have nə qəşəng yazdım belə. müstəqilləşsin page. P2, bəli. Məsələn, nə nümunə deyə bilərik? I will have finished. I will have finished. Sərbəst olsa da üzrlü hesab eləyin. My work. Mən işimi, məsələn, saat 2-yəcən bitirəcəm. By 2 o'clock. Bu oldu future perfect. Deməli, future perfect müəyyən zamana qədər tamamlanan hərəkətləri bildirir. Necə düzəltdik ay uşaqlar bunu? Will have plus P2. Will have P2. Will have P2. Yaxşı, bu da belə. İndi Nurcan bizə bilirsiniz nə desin? Nurcan bizə present continuous, to be going to və will'in fərqini desin. Çünki biz dedik ki, hər üçü gələcəyə istinad edə bilir. Will'in sonra to be going to ifadəsinin bir də ki present continuous. Necə deyə bilərsən? Present continuous danışıq zamanı baş verən, yəni göz qabağında olan davam edən hərəkəti bildirir. Will gələcəkdə baş verəcək hərəkəti bildirir. To be going to planlaşdırılmış hərəkəti bildirir. Aha. To be going to da bir niyyət var, düzdürmü? Bəli. Okay. Will danışıq anında gəlinən qərarları bildirir. Düzdürmü? Present continuous nəyi bildirəcəkdi? Danışıq zamanı baş verən, göz qabağında davam edən hərəkətləri bildirir. Danışıq zamanı, yaxşı. Bəs present continuous gələcəyə istinad etsə, nə zaman gələcəyə istinad edə bilər? Bax, sən ani qərarlarda will go deyirsən. Bir də ki, deyirsən, məncə yağış yağacaqdır, məncə qar yağacaqdır, məncə o gələcəkdir. Öz fərziyyəni irəli sürəndə will'dən istifadə edirsən. I think it will rain tomorrow. Məncə sabah hava yağışlı olacaqdır. Bu mənim fikrimdir. Və yaxud da ki, I will buy tomatoes. Mən pomidor alaram. Evdə söhbət edirik ki, pomidor yoxdur, pomidor qalmayıb və qarşılığında sən deyirsən ki, okey, mən gedib alaram. Əvvəlcədən planı yox idi. Danışıq anında qərara gəldin. O will go-dur, yəni future simple-dır. Bu belə. To be going to isə niyyətlərdə istifadə olunur. Bir də ki, proqnozlarda dediyik ki, göyün üzünü qara buludlar alıbdır. O zaman nə nəticəyə gəlirik? Deməli, yağış yağacaqdır. Bir proqnozlarda istifadə olunur. Bir də ki, niyyətlərdə istifadə olunacaqdır. I'm going to Italy. Mən İtaliyaya gedəcəm. Sadəcə bir niyyətdir, amma dəqiq planın yoxdur. To be going to bir niyyətlərdə istifadə olunur. Bir də ki, proqnoz verərkən istifadə olunacaqdır. Məsələn, look at the clouds, buludlara bax. It's going to rain. Yağış yağacaqdır. Proqnoz verdim. Bu to be going to ifadəsidir. Yaxşı, bəs present continuous-da axı istifadə olunur gələcək zamanda. Ay Fidan, bu nə zaman istifadə olunur? Danışıq zamanı baş verən hal-hazırda göz qabağında olan şeyləri bildirir. Planlarda. Yaxın gələcəyə planlaşdırılmış bir hərəkəti bildirir.
Sadəcə niyyətdirsə to be going to ifadəsindən istifadə edəcəksiniz. Amma artıq sizin bir planınız var. Onu xırdalığına qədər planlaşdırmısınız. Məsələn, mən sabah dostumla görüşəcəm. I'm meeting my friend tomorrow. Bu artıq plandır. Harda görüşəcəksən, hara gedəcəksən, bütün xırdalığına qədər planlaşdırmısan. Present continuous-da bir plan vardır və onun baş vermə ehtimalı 100%-dir. To be going to da bir niyyətdir. Ola da bilər, olmaya da bilər. Amma present continuous-u gələcək zamana aid etsəniz, o iş mütləq olmalıdır. Və ya, nə deyə bilərəm? We are having a party on Sunday. Bazar günü biz parti təşkil edəcəyik. Mütləq ki, o olacaqdır. Niyə? Çünki əvvəlcədən planım var. Mən present continuous-u gələcək zamanda istifadə edirəmsə, tomorrow, next time falan deyirəmsə, o işin həyata keçmə ehtimalı 100%-dir. Amma to be going to xeyr, 80%, 70%. Bu sadəcə olaraq bir niyyətdir. Bu detalları ötürməyin. Yaxşı. Gəlin bir də biz testinə baxaq bunun. Hər kəs iştirak edəcək. Ən axırda baxacağıq toplulara. Deməli, hər kəs buradadır. Bəli. Zeyvə burada, Zeyvə. Bəli, müəllim. Hə, Zeyvə, bayaq qoşulmamışdın. Mənim internetim yox idi, qoşula bilmədim. Qoy görüm, sizə bir dənə çətin suallar verim. Və məsələn, 150. 150-ni kimlə başlayaq, Zeyvə? Gəl sənlə başlayaq. Zeyvə, bax, diqqətli ol. Cümlədə indiki zaman varsa, ya indiki zaman verirsən, ya keçmiş verirsən. Ya gələcək verirsən. Heç vaxt keçmiş verə bilmirsən. Cümlədə indiki zaman varsa, sən keçmişi verə bilməyəcəksən. Ya indi, ya da gələcəyi ver. Bax, gör 150-də nə istifadə edərsən? 150-də birincini gətirə bilərik. Əmmi götürə bilərik. Deməli, ayəmi götürdüm, birini götürdüm. Bəs got hansı zamandadır? Qotun Hansı zamandadır? Get, got, keçmiş zamanda, düzdürmü? keçmiş, bəli. Sən indi ilə keçmişi verə bilirsən, Zeyvə? İndi ilə keçmişi xeyr. Xeyr, bax dəftərini yekə hərflərdən yaz. İndi ilə keçmiş zaman olmur. At bunu getsin. Keçmişə keçmiş verməlisən. 2-yə bax. 2-yə mən 2-yə də verə bilmərik. Niyə verə bilmirsən? Orada da qot var. Got keçmişdir də. Keçmiş. Was hansı zamandır? Keçmiş. Keçmişə keçmiş verirsən. 2 doğru. Bəs 3-ə gəl görək. Mən 3-də də vermək şalqet. Şalqet keçmiş zamandır, yoxsa indiki? Zeyvə, gələcək, shall, future simple. Gələcək zaman. Bax, dəftərinə yaz. İndiki zaman olanda. 3-cü götürürük müəllimə. İndiki zaman olanda. Çünki müəllimə Bəli. İndiki zaman 3-cü olanda. götürürük, çünki 4. Denən. Müəllimə 3-cü götürürük, çünki 4-də keçmişlə gələcək uzlaşmır. Bəli. Bəli, aferin. 3-ü götürəcəyik. Çünki biz keçmişdən gələcəyi götürə bilmirik. Keçmiş zaman yalnız keçmiş zamanlı istifadə olunacaqdır. Zeyvə, yaxşımı? Keçmiş zaman yalnız keçmiş zamanla istifadə olunur. İndiki zamanda isə ya indi, ya gələcək. 2, 3, bir variantı. Davam edək. Kimlə davam edək? Burada görə bilməm. Cəmilə. Bəli. Gözə sənə fərqli bir sual tipi verəcəm. İnşallah çox xahiş edirəm qeydlərinizi götürün. Bax, used to ifadəsi var idi. Used to ifadəsini kim xatırlayır? Used to. İstifadə etmə mənasında işlənirdi. Mən xatırlayıram. Used to, bəli, used to keçmişdə edib, indi etmədiyimiz hadisələrdə və ya əksinə, indi edib, keçmişdə etmədiyimiz hadisələrdə istifadə olunur. I used to və özündən sonra birbaşa mən gətirib feili qoyuram. I used to read.
Suala çevirmək istədikdə use'un sonundakı d hərfini atıram, qabağa didi keçirdirəm. Və use'un sonundakı d hərfi gedir. Did you used to read? Bax bu formada. İnkara gəldikdə I didn't yenə use'un sonunda d hərfini atıram. Used to read. Bax bu formada. Used to keçmiş vərdişlərimizdən danışanda istifadə olunur. Sualını necə düzəltdik used to'nun? Did qabağa keçir. Bir oyuna İnkar atırıq, etmiyorum. used to-dan d-ni silirik. Did qabağa keçir və use'un sonunda d hərfi düşəcək. İnkarını necə düzəltdik? Not istədiyi artırılırdı. Nədir? Didn't use. Və Didn't-la istifadə edəcəyik. Bəli, əhsən, əla. Yaxşı. 152-yə gəldikdə, bax qabaqda did gəlibdir Cəmilə. Sual formasını düzəlt görək. bəli. Qabaqda didişləndiyinə görə deməli fontlar gedir. Çünki ed şəkilçisini görürük. Bəli, qabaqda Bir did də did gələndə, you phone Samir? bəli, qabaqda did Samir gələndə fe'lin Bəli, sonuna didini atar. edlər gedir. Aha. Bu tərəfdə də tomorrow verib. Tomorrow Orada verib. tam arada işləndiyinə görə şər olmalıdır. Bir variant gedir. C variantında Deməli C variantı da gedir. Ya A ya E şər. Eyni variantdır ya A-dan E. ya Səhv adı ya da Yox, biri forgetdir, biri forgotdur. Forget P1-də işlənirdi, forgot P2-də işlənirdi. Forgotten. Harfini götürərsən. P3-də Forgot keçmiş zamandır. Forget indiki zamandır. Forgot keçmiş zamandır. Deyir ki, sən Samirə zəng elədin. O da deyir ki, yox, mən onu unutdum. Unutdum deyirsə, keçmiş zaman varsa, sən nəydən geri dönüş etməlisən? Unutdum. Forgot. E variantı. E variantı. Forgot. E. Bəli. Forget indiki zamandır. Qaydasız feildir. Keçmişə keçəndə daxilən dəyişib forgot olacaqdır. Bu formadan istifadə edirik. Daha sonra davam edək. Görün burada kim var? Fatimə ilə davam edək. Nərmin, sonra da səndən davam edəcəyik. Buyur Fatimə. Fatimə, eşidirsən bizi? Yaxşı, o zaman davam edək Əsmanla. Bəli. Burada bizdən düzgün variantı istəyir. Kate wanted to know what I'm doing tomorrow. Birinci olmaz çünki Kate wants olardı. S yoxdur. Bəli. Buna sonra qulaq asanlar olacaqdı. Əsman, lap izahlı şəkildə deyək. Məsələn, Kate üçüncü şəxsin təkidir. Bir nəfərdən söhbət gedəndə fe'lin sonuna S qoyuruq. Qoy sonra qulaq asanlar üçün anlaşılır olsun. Aha. B variantını saxlayıram. Sonra C variantında Kate wanted to know what we shall do. Burada bir tərəf keçmişdi, ancaq bir tərəf gələcəkdi. Yəni belə bir cümlə olmaz. Keçmişə keçmiş verərəm. Shall-i nəyə çevirərik düzgün forma alındırmaq üçün? Shall-i we shall would ya da should. Should. Aferin sana. Bəli. Daha sonra D variantında da Kate wanted to know what we should do following. Burada bir variantında çıxaq. Çünki orada cümlənin quruluşu düzgün deyil. Niyə düzgün deyil? Aha. Çünki we are doing olmalıydı. Are we doing'dir. Yəni Bəli. we ilə A-nın yeri səhvdir. Sual cümləsi deyil ki, biz to be-ni qabağa ataq. Nəqli cümlədir.
I variantı. Daha sonra Kate wants to know what we shall do tomorrow. Burada da what we shall do. The Kate wants. Burada doğru variant E variantıdır. Wants olanda keçmişə nəzərən gələcək götürmüsənsə, şər götürəcəksən. Niyə Hə, should şər. ötürəsən? Want də D keçmiş var. olduğuna görə shoulddan istifadə olunub. Bax, zaman uzlaşmasıdır bu. Keçmişə keçmiş. Yaxşı, Nərmin, gəl sənlə davam edək. Bəli. Qoy Edək. fərqli sual verim. Suallar, bir də baxın görək burada perfect neçədən başlayır? Perfect neçə qabağımıza çıxmır. 272. 277-dən başlayır müəllim. 77-dən 149. başlayır. Ha, yaxşı. Okay, bax 327. Lap gəldik, kökündən vurduq. Cümlədə zamana bax. Hansı zaman işlənibdir ay Nərmin? When işlənib orada. B'dən sonra hansı zaman gəlib? When-dən sonra Hansı zamandır bu? burada bizdən come gəlib. Come yox, came. Came hansı zamandır? Came. Yəni. Came dedi biz keçmiş. Keçmiş zaman. Всё, Keçmiş dedi. keçmiş Keçmişdir. götürməlisən. Bir də Keçmişə keçmiş götürəcək. bax bu hardly olan cümlədə öz-özə qeyd götürür. Hardly olan cümlədə ikinci inkarlığa ehtiyac yoxdur. Özü inkarlıq bildirir. Aynen seyini at. 2 dənə inkar olmaz bir cümlədə. Sonra sit müəllimə gələcək dedik sat Had, keçmiş. had page lazımdır sənə. Past perfect lazımdır. Sənə had'in yanında page lazımdır. Sit feilinin page forması hansıdır? Sat Aha, yes. E variantı. B bəndə onda E bəndə B bəndə. Bəli, ev bəndə olacaqdır. Gəl bir dənə də baxaq perfectə. Bax, cümlənin keçmişdi. Birinci zaman işarə edin. Keçmişdirsə at indikləri getsin. İndikləri atın. Hansı variant? Müəllimə Hə. İndiki bitmişlər Burada, hansılardır? At getsin indiki bitmişləri. E bəndə olacaq. Ay balam. İndikiləri at getsin. İndiki bitmiş zaman necə düzəlir? Ay Nərmin. Həsləri atırıq. İndiki bitmiş zaman bəli, həzlərə atırıq. Çünki sənin cümləndə new varsa, keçmiş varsa həz olmaz, have olmaz, indiki zaman olmaz. Ya C variantıdır, ya da D variantıdır. C bəndə olacaq. Bəli, 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 C variantı olacaqdır. Bunu hansı formada versəydik düzgün olardı? Worked formasında. Bəli. Bəli. Ya have been working deyərik. Bura been artırarıq. Ya da had worked idi əlavə edərik. Bu formada düzgün olar. Bitmiş zaman necə düzəlirdi Nərmin? Bax, sadəcə bitmiş. Bax, davam etsin demirəm. E də artırmaqla. Past perfect. Past perfect necə düzəlir? Past perfect necə düzəlir? Past perfect necə düzəlir? Past perfect. Past perfect necə düzəlir uşaqlar? Past Had perfect had düzəlir. Had P2 üstə P2 formasına düzəldi. To have-da. Ben niyə demirsən? Bəli. Bəs perfect'in continuous'u necə düzəlir? Indiki present perfect continuous. Ya have, ya has. Bin, üstə gəl, ing.
Biz bunları mütləq öyrənməliyik, yaxşı öyrənməliyik. Belə öyrənmək olmaz, bu öyrənmək sayılmır. Düsturları yaxşı bilmirik biz. Yaxşı, Dərya burdasan? Dərya. Deməli, kimlər var burada? Zeynəb. Mən də varam. Sevirsən. Bəli, müəllim. Bundan sonra bir daha qulaq as. Zeyvə. Zeyvə dedim, yoxsa Zeynəb dedim? Zeynəb. Ay Zeynəb. İndi sən bizə də denən ki, hansı bağlayıcılardan sonra biz ya indi ya da keçmiş sadə zaman istifadə edirik? Hansı bağlayıcılar idi onlar? Müəllim, as soon as. As soon as, bax bir, kim bilmirsə yazsın. As soon as özündən sonra sadə zaman götürəcək. Ya indiki ya keçmiş sadə. Daha sonra Before, before, until, unless, till, As soon as. until, unless. unless. Hələ bu qədər idi. After var idi, yoxsa yox? After olur da, amma after özündən sonra bitmiş zaman da gətirə bilər. If, when unutdunuz. Bir də while, While continuous götürə bilər. Müəllim, if bir tərəf indiki, bir tərəf gələcək zaman idi da. Hansı? If. If, bax indi bunları deyirəm. Bu bağlayıcılar özlərindən sonra indiki zaman götürdüsə, digər cümləyə gələcək sadə zaman götürür. Bu bağlayıcılar özlərindən sonra indiki zaman götürdüsə, digər cümləyə nə götürəcəkdir? Gələcək. Gələcək sadə. Gələcək sadə. Və ya bu cümlədə deyəsən for olduğuna görə bitmiş də götürə bilər. Amma əsasən siz yazın ki, gələcək sadə götürür. Yox, biz bu bağlayıcılardan sonra keçmiş zaman qoysaq, digər cümləyə də keçmiş zaman istifadə etməliyik. Müəllim, keçmiş sadə yoxsa keçmiş bitmiş? İkisi də ola bilər. Burada A var idi. Keçmiş olsun da. İndi gəlin mən bunu sizə bir dənə, olarmı mən izah edeyim? A var idi. Bax, ay uşaqlar, bizim mübtədamız var, aktiv cümlədir. O zaman willdən sonra birbaşa feil ilkin formasında, work formasında gələcəkdir. Willdən sonra birbaşa work gələr, be-yə, id-yə ehtiyac yoxdur. Willdən sonra feil ilkin formasında gələr, şəxsə, kəmiyyətə, zamana görə dəyişilməz. C variantı kimi də bir şey ömür billah yoxdur. Will have worked. Will have worked. Zeynəb, hansı zaman idi? Bəli. Hansı zamandır bu? Will have been. Will have worked. A variantı hansı zamandır? Will have worked. Burada Future perfect. Future perfect. Yes. Future Future perfect. past perfect. Bəli, future perfect olacaqdır. Belə. Gəldik sənə Zeynəb. Bir dənə bunu da 12-ni də tamamla. If var. Bəli, müəllim. Digər cümlədə gələcək zamandırsa. Gələcək zamandırsa, o indiki zaman götürməliyik onda. Hansı olar? Study. Study, bəli, C variantı olacaqdır. Qəşəng, əla. Sonra burada bizdən kim qaldı? Soruşmadığım. Zeyvə. Özünüz deyin ki, məsələn, məndən soruşmadınız, mən də bilim, bəzən unuduram. Zeyvə. Ay Zeyvə. Bəli. Bax, if var. If olanda biz nə götürürdük? Bir dənə dinən. Ondan əvvəlki gələcək zamanı, sonrasında indiki zaman. Bax, if olan cümlədə, yoldaşın da dedi. Sən də öz fikrini de görək. If özündən sonra indiki zaman alırsa, özündən əvvələ nə alırdı? İndiki zaman. İndiki də olar, gələcək də olar. Reallıqları ifadə edirsə indikidir. If you hit,
Water, it boils. Əgər sən suyu istitsən, o qaynayacaq. İndiki də olar, gələcək də olar. Yox, sən ifdən sonra keçmiş alanda bu birisi tərəfə nə alırsan? Keçmiş. Bəli. Zeybə, indi sənə vaxt veririk. Gör variantlarda indiki ilə indiki ya da indiki ilə gələcək götürəcəksən, keçmişdən də keçmiş götürəcəksən. Heç kim deməsin. Mən fikrimi bildirə bilərəm. O görə Zeybə desin, sonra sənə keçək. Buyur Zeybə. İfdən sonra İfdən sonra bax, cümlədə he var Zeybə. He. He varsa, feil necə olmalıdır? İndiki zamanda sonunda s olmalıdır, düzdürmü? Bəli. A variantını at. Bu niyə yazmır? A variantını at geçsin Zeybə. Sonra, yadında saxla, sən heç vaxtı ifdən sonra willləri istifadə etmirsən. İfdən sonra will, shall olmaz. Ya S'dir, ya da D variantıdır. Bircə saniyə. D. Niyə D'dir Zeybə? Keçmişdən indiki demədikmi cümlədə keçmiş olanda keçmiş olar? Ha, ay Zeybə. Cümlədə keçmişə keçmiş verərsən. İndiki ilə keçmişi verə bilmərsən. Goals indiki zamandır. Ifdən sonra gətirdin get indiki zamanı qoydun. Digər tərəfə də gələcək zamanı qoydun. C variantın sən düzgün variantın oldu. Sonra bax Zeybə. 12-də. İfdən əvvələ gələcəyə qoyub heç kim deməsin. İfdən əvvəl gələcək olanda ifdən sonra biz nə istifadə edirdik? Yazdın bayaq dediyimiz düsturu? Mən deyim. Yox, Mən deyim. özü deyəcək. Mən deyəcəm. Zeybə yazdın bayaq dediyimiz düsturu? If özündən sonra indiki zaman götürürsə digər tərəfə gələcək zaman. İfdən əvvəl indiki zaman varsa, ifdən sonra ifdən əvvəl gələcək zaman varsa, ifdən sonra indiki zaman olacaq. Hansı variantdır indiki zaman? Hansı variantdır uşaqlar? Mən deyim. C. Variantı study. İndiki zamandadır. Bəli. Məndən də soruşun, mən qalmışam Müəllimimdən də belə. soruşun. Aha. 19-u bizə izah eləsin. Zəhmət olmasa bunu bizə izah eləyəcəkdi qəşəng şəkildə Sevil. Mən deyim. Sevil. Şükür. Deməli, the earth ... round the sun. Deməli, dünya hələ də yerinə dünya hələ də günəşin ətrafında fırlandığına görə biz keçmiş zamanı, gələcək zamanı çıxırıq. Aynen Y getdi. Dünya təkdədir, ona görə qod olmaz. Hələ də davam edirsə B variantı olur. Sən də proqnozdur da, proqnoz verirsən. Müəllimim deyə bilərəm. Biz, bu çox dəhşətli deyə ürəyim partlayar. Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Yox, demə, ürəyim partlayacaq. Bir dənə söz deyim. Biz real faktlarda nə götürürdük? Həmişə baş verən, reallığı əks etdirən təbiət hadisələri nə istifadə olunurdu? Kim də onu orada işarə edir? Sadə zaman. Bir də bu saniyə. Is going bu dəqiqəni bildirir. Bu dəqiqə yer kürəsi dövr elədi. Vsyo, 5 dəqiqə sonra bilmirəm dövr eləyəcək yoxsa yox. Nətər sən bunu səhv eləyirsən? Ola bilər belə şeylər müəllim. Olmaz, xeyr. Deyir uşaq. Kurikulumda deyir müəllim uşağa motivasiya verməlidir. Dayı uşağın motivasiyasını öldürürəm. Ola bilməz, xeyr. Birini də verin bu dəfə düz yazıram. Dayı nə verim? Mən çətinlərini istəyirəm. 11. Deməli, if I ... the exam I ... the certificate. Deməli, əgər mən imtahandan keçsəm sertifikat alacağam.
indi keçməliyəm. Yəni indiki zaman qoymalıyım. İndi keçəcəm, sonra sertifikatı Bilmirəm, verəcəyəm. keçmiş də qoya bilərsən. Bir dəqiqə variantlarda varsa işləyəcəm. İşte. B olmaz. D olmaz. İndi izah elə. B variantı, D variantı niyə olmur? Yoldaşlar nə bilsin? D variantı ona görə olmaz ki, eyni cümlədə 2 dənə gələcək zaman işlənə bilməz. İfdən sonra will B gəlməz. variantı olur. A, o da var. Aha, B variantı ona görə olmaz ki, bir tərəfdə would varsa, ikinci tərəfdə past simple olmalıdır, amma bu present simple'dır. Bəli, would olan yerdə past istifadə etməliyik. Bu da belə getdi. Bəli. Sonra nə qaldı? A variantı səhvdir, çünki shall gələcək zaman məzmunudur. Shall-dən əvvəl indiki zaman present simple yəni. Hansını variantı. keçdi? Hansını keçdi? A variantı. A Past keçmiş olanda shall yox, should istifadə edirik. E variantı Bəli. gəldikdə isə E variantı da Bəli, Natiq. gələcək məzmunundan qabaq şey gəlməz. Natiq. Dərsini Tabii gəlməz. düşmürsən. Ifdən sonra nə gəlməz? Bax, sən de mən bunu burada çıxım. Müəllimə, if-dən sonra Ifdən sonra nə will götürəcək? Aferin sənə. Willlər olmayacaqdı. Will olmayacaqsa A-nı atıram. İkinci tərəfdə will olanları B-ni atıram. Всё, getdi. Ifdən sonra hansı zaman istifadə olunur? Sadə zamanlar. Mənim keçmişəm. Sadə. Ya keçmiş ya da indiki sadə. İndi cümlənin tərcüməsi ilə tap gör hansı olar? Müəllim, D variantı. Hə. D variantı deyirsənsə, bəli. Əgər taksiyə minməsən, o zaman konsertə gecikəcəksən. Bəli, müəllim. Aferin sənə Natiq. Əla, super. Yaxşı. Sonra cümlədə keçmiş varsa, expected, keçmiş varsa, Natiq, keçmişə hansı zamanı verməliyik biz? İndiki zaman. İndiki zaman. Biz keçmişə açanla indiki zaman veririk. Keçmiş. Keçmişə də keçmiş verəcək. Nə gələcək, nə də indiki uzlaşmır. Heç vaxt. A variantı. Keçmişə Bəli. Axı bir an dedi ki, keçmişdən əvvəl indiki gəlir. İndiki varsa ondan əvvəl keçmişi götürürük. deyirik ki, cümlədə keçmiş varsa, keçmişə keçmiş verirsən, indiki zaman varsa, ya indikini verirsən, ya da gələcək verirsən. Sən keçmişdən indikini yanaşı gətirib qoya bilməzsən. Aləm deyər bir-birinə. Neynirsən sən? Olmaz. Onu dənqeyd götür, qəşəng. Yaxşı. Bunlar da asaddır. 18-i də bizə desin. Qoy görək kim qaldı burada. Heç səs-səmri çıxmayanlardan. Oppo adı ilə qoşulan kim idi? Oppo adı ilə. Huawei hər şeydir, Nurtacdır. Nurcandır. Oppo adı ilə qoşulan kim idi? Heç kim. Yaxşı. Gəlin onda belə eləyək. Biz Kaspidən dönüş eləyək, qızların da səhvlərinə baxaq. Qızlar yoxladınız. Fidan. Mənim gözüm ağrıyırdı. Mən 20-yə burada qədər amma- işləyə bildim, tam baxamadım. Aha, varsa buyurun səhvləriniz. Baxaq sonra toplulara keçək. 118. 118-ə qədər var uşaqlar. Evet. Deməli, although she look pale, she feel well. Solğun görməsinə baxmayaraq özünü yaxşı hiss eləyirdi. Gəl bunu yaxınlaşdıraq qəşəng. İzah edeyim mənim səsim çıxmayıb. Əla olar. Buyur. Aha. Deməli also she ... pale, she ... well. Deməli burada birincinin
Folları çıxacağıq. Niyə? Çünki yaxşı hiss eləmək olar ona görə. Ona görə folları mən çıxıram. Keçmişlə keçmiş uzlaşar, C qalsın. Keçmişlə folunki feldir, amma fil sözü hiss etməkdir və fildə feldir. Yəni bu variantı düzdür. Cavab C variantıdır. Burada niyə olmur? Çünki bu folun keçmişidir. Ona görə də bunda çıxdıq. Fol isə düşmək deməkdir. Nə əlaqəsi? Mən yaxşı düşdüm. Elə bir şey olur. Hə, birinci variantı da çıxıram çünki Bəli, çünki əgər luxsa bunlarda S qəbul etməlidir. She var burada. bəli, düz. Əhsən. Sonra daha sonra qızlar sizdə yoxdur. Müəllimə Fidan? Kaspidən vermişdiniz ki. Yox, uşaqlar bu da işləyir. Hələ Kaspin bismillah eləyib yoxlamamışıq. Hə. Daha sonra yoxdur. Fidan yoxdur səhviniz. Nurcan? Yoxdur heç birisi səhv. Ay maşallah. Ay maşallah. Nə yaxşı, nə gözəl. Yaxşı, gəlin onda biz bu toplulardan da səhvlərimizə baxaq. Bu arada qrammatika keçməyəcəyik yəni. Deməli, Müəllim, biz ümumiyyətlə sayı keçəcəyik, yoxsa keçməyəcəyik? sayı keçəcəyik. Ayda o birisindən başlayacaqdım. Deməli, Kaspi tense form. Aha. Buyurun. Mənim Kaspin niyə açdınız yenidə? Kaspi deyirəm, ay quzum, yadımdan çıxdı. Çaşıram, dilim topuq çalır, bilmirəm niyə. Bu şeydir, topludur, birinci hissə. Mənim Kaspik axı. Müəllimə saat 8-də müəllimlərin dərsidir. Kaspidir. Saat 8-də yox. Uşaqların dərsidir yenə. Müəllimə qrupa axı O başqa qrupdur. 6-ya yazıblar. Nə? Müəllimlərin qrupunu deyir müəllim. Müəllimlərin qrupu sizdə nə gəzir? Müəllim siz atmısınız. Linkini atmışdınız da, Coşqun Namazov. Mən Səs atmışdı ki, 8. Hə, yox, mən o başqadır. O başqadır, uşaq, o sizə aid deyil. Hə, deyin görək tez-tez bunlar da baxaq. Burada da yoxdur. Heç birində yoxdur Fidan. Bilmirəm, 2 dənə toplu vermişsiniz. Onsuz. Gələn dəfə sənə MHM atacağam. Görüm orada necə gedəcəksən. Bizə də müəllim. MHM atacağam. Yaxşı. Bəs sizdə ay uşaqlar, deyin görək Zeyvə işləməmsən, Dərya, Zeyvə. 11 illiksə 9 illik. 11. 11 illiksə Müəllim 9 illik. hansı testdir? Bu 11 illik. Perfect. Atmışdım. 115. 115. Bu 115 dənədir bu. Mən bunu az bilirəm axı. Ay müəllim 115 dənə deyil. 79 dənədir ya bu. Aa. Bəli, Spontanitet müəllim. deyirəm mən bir dəqiqə. Orada məndə səhv var. müəllim. 38. 38. Amma burada 75 dənə test yoxdur axı heç. Hə, yoxdur, yox. Deməli 38, 38 uşaqlar. Bax, baş cümləmiz Vitsot, biz düşündük. Baş cümləmiz keçmiş zamandır. Biz keçmişə keçmiş verməliyik. O da hansı variantda özünü göstərəcək? Bax, A indi, variantı. indi, gələcək, indi. A variantı. A variantı. Всё, bu qədər bəsit, bu qədər rahat. Sonra 36. 36. Burada yet görürsənsə, bu səni nəyə aparır? Heç kim deməsin. Kənara. Okay, əla. Yenə bax, zaman uyğun. Kimdə səs açıqdır, zəhmət olmasa bağlasın. Bax, indi ilə keçmiş olmaz. Sonra was trying, hadn't, had try, hasn't. E variantında çıxıram. İndi gəlirəm bura. Since var. Since hansı zamana sən aparır? Bitmişə. Düzdürmü? Bəli. Has been trying bitmiş. Bu tərəfdə də yet gəlibdi. Hasn't bitmiş. C, D variantı continuous'lardır. Sənə bitmiş lazımdır birinci tərəfə. Bəli, mən başa düşdüm.
Zamanla bağlı nə qədər video izahlar var, hamısını sizin qrupa göndərəcəm. Yaxşı, hamısına oturun baxın. Daha sonra bu tərəfdə Natiq yoxdur səndə də. Səhv. 42. 42. Sən baş cümlənin inform. Məndə də 42. Baş cümləniz keçmiş zamandadır. Budaq nə olar? Keçmiş. Всё, Keçmiş. keçmiş. Müəllimə A Y variantı variantı. ya ad, ya CD ya E'di. Yet də gördüyünüzə görə nə olar? İnkar. E variantı. İnkar. Bəli, E variantı. 67. 57. 57. Since var. Uşaqlar, sinsin düsturu necə idi? Siz özündən sonra fidan hansı zaman gətirəcəkdi? Sizdən sonra hansı zaman gəlirdi? Present Sadə. perfect gəlsin past simple. Keçmiş. Özündən sonra past simple gətirir. Özündən əvvələ nə gətirirdi fidan? Bəli. Bitmiş zaman. Əhsən sənə. C variantı. C variantı. Всё. Özündən sonra past simple, özündən əvvələ bitmiş. Daha sonra 67. 67. Bax, keçmişə keçmiş ver. Heç kim deməsin, xahiş edirəm. Ya keçmişə keçmiş ver, ya da ki, indi ver. İndiyə indi ver. Mən C ilə B, C ilə D-nin arasında qalmışdım. Bax, A variantında problem keçmişdən indi, B variantında keçmişdən indi olmayacaqdı. Nowhere zaten özü inkarlıqdır. İkinci inkarlığa ehtiyac yoxdur. Hasn't olmaz, was olmaz. D variantı. 53. Now here nə deməkdir ki? Now, where, Hə, heç heç yerdə. yer. Mən o sözü now indi sözündən here oxuyuram. Ona görə deyirəm nə deməkdir. Nowhere, bəli, heç yerdə. 52. 52 nə gəl səndən izah eləyək, Nurtac. 53, Nurcan. 53. 53. 52. Hansı? 52. Buyur, gözəl. Oy. Hə. Burada already var. Already-lə bu olmaz ümumiyyətlə. Bunun bizə dəxli yoxdur. Arla having is I mean, tərpətməyin. Hə. Arla having olmaz. Will-lə will gələcəkdir. Have-sə dəqiqə future. Future-dir. Future perfect-in nə əlaqəsi var? Ona görə də o da olmaz. Belə olar bə. Burada had-lə had olacaq. Aferin sənə. Bir dənə də burada xüsusi bir detal var. Onu da qaçırmayaq. By the time Yox. No. came. Geçmiş zaman. Keçmişə Yes. keçmiş. D-da da have-dən had olmadığına görə A variantı. Всё. Bu qədər bəsit, bu qədər rahat. 53. 53-ü də buyur Nurcan. Yenə return var, keçmiş var. Tamam, A yine yazdım. burada just da var mənim. Aha, sonra return-dür, keçmiş zamanda. Keçmişdirsə is-lə repeating olmaz. Gələcəklədirsə burada ing olmalıydı sonunda. Ona görə yenə olmaz. Sonra will-lə yenə də shall kimi deyil. Will-lə shall eyni məna ifadə edir. O da getdi. Burada had-lə repeat olacaq. Çünki had-də keçmişdi. Repeat də keçmişdi. Amma has isə keçmiş deyil. Əhsən. Super. Olağanüstü. Çox gözəl. Daha sonra hələ conditionallarımız var bizim. Hələ conditionallara baxacağıq. Zamanlar bitməyəcək. Всё, yoxdur 79-a qədər. Qızlar, sizdə niyə səslənmir çıxmır? 71. Bircə saniyə bax. Fidan heç, Fidan da iki səhvim yoxdur. Nərmindir, Dəryadır, Zeynəbdir, Zeybədir. Bu 4 nəfərdən səs gəlmir. Mən başqa yer deyəm, səsimi biraz gez-gez açıram çünki çox səs-küy var. Kimdir? Dərya sənsən? Xeyr, mənəm.
Kim? Mənim izahım də. İzah elə. Said var. Said keçmiş zamandır. Yet'i də bilir ki, yet inkar cümlənin sonunda istifadə olunur. Ona görə təsdiq olanları mən siləcəm buradan. Ceyni görə bilmirəm. Ceyn nədir? Ceyn nədir mənim? Hadn't Görmürəm lived. məndə. Hadn't. Hə, o qalsın, okey. Burada has olmaz. Don't da ki, indiki dameci zamanda ona görə bizdə keçmişdi. Onunla uzlaşmır, o da getdi. Bizə C variantı olacaq. Şu. Keçmiş zamanı çünki had. Yo, baş cümləm keçmişdirsə, budağım keçmiş olacaqdı. Biz keçmiş olan yerdə digər zamanları gətirə bilmirik. Daha sonra Bitti. that's all, bu qədər. Nəysə, o birisi qızlarımızdan səs-səmir gəlmədi. Yəqin ki, işləməyiblər. Belə qəbul edirik ki, işləməyiblər. Yarıya yazıb ki, çata, mənim telefonumdan səs gəlmir. Zeynəbdən Zeyvə bəs. Sizin telefonunuzda nə problem var? Zeynəb, Bəli, müəllim. niyə səhvlərini demirsən? Müəllim, mən yazmamışam. Niyə? İllikdir yoxsa 9 illikdir, 9 bəli. illik 9 illik, transform. 74. Neçə? 74. 74-ə qədər yoxdur. 74. Zeyvə, Zeynəb. 35-i demişdi Dərya. Dərya, cümlədə last var. Last varsa keçmiş sadə zamana gedəcəksən. Qabaqda da did gələndə feilin sonuna idi qoymursan. Feil didn't-dan, diddən sonra ilkin formasında istifadə olunur. Ona görə sadəcə visited deyəcəksən. Bu səhifədə var səhv. Baxın. 38-ə gəl. Yoxdur. Yaxşı, keçdik bura. Bu səhifədə yoxdur bu səhifədə uşaqlar, yenə işləməmisiz, düzdürmü? Müəllimə, bu 222 dənədir. Bəli. Bir dəqiqə Müəllim, mən də 74-dür də 165-dir. Keçən səfər 150-yə qədər Müəllim, işləmişdim. müəllim, 150-yə qədər Dərya yazıb yoxladım. ki, Dərya yazıb ki 68. Hə, gördüm. 68. Baxırıq. Deyəsən, past simple-dan bağlı, eləcə də present-dən bağlı, continuous-lardan bağlı problemin var. At olduğuna görə davam edici zamana gedirsən. Davam ediciyə. Düzdürmü? Amma burada bir dənə də tomorrow gəlibdi. Sabah yazıbdı. Sabah yazıbsa, o zaman mən gələcəyə gedirim. Ayrı lazım yoxdur. C variantı. C variantı. C neymiş? I variantı doğru variantımız olacaqdı. Daha sonra 74. bu aşağıda 74-ü böyüdək. Bax, bu tərəfdə ego gəlib. Bu deməkdir ki, bu tərəfin keçmiş zamanı olacaq. Burada isə today gəlib. Today-dəki bitmişin göstəricisidir. Has become. B variantı. Başa düşdüm. 93-ə qədər. Yoxdur. 111-ə qədər. 165 var 111-ə qədər. 165. Bəli. 111-ə qədər yoxdur. Ondan sonra yox. Necə olar? Bu boyda uşaqda bir dənə səhv olmaz. 100% işləməmisiz. 125-ə qədər. Məndə 127-dir. Müəllimə, mən işləmişəm 222-yə qədər tam. Amma 150-yə qədər keçən səfər işləmişdim, yoxlamışıq onu. Tamam. Cümlədə keçmiş zaman var. Keçmişə keçmiş verməlisən. Notice feili, görmək feili davam edici zamana girmir. Bu da getdi. When, özündən sonra past simple, özündən əvvəl continuous-a girən varsa, o zaman continuous, past continuous götürəcəyik. Wait feili də continuous-a girdiyinə görə C variantı. Biz müəllimimizi gözləyəndə gördük ki, o bizim arxamızda dayanıb. Neçə?
108 müəllimə. Üzr Səhv. sayın, səsi açamıram, başqa yer deyəm deyə çox səs var deyə açamıram tez-tez səsi. Yaxşı. Yüz səkkiz. Hə, bu. Uşaqlar, if özündən sonra hansı İzah edeyim. əla olar? Buyur. If özündən sonra ya bu tərəfdə gələcək götürəcək, bu tərəfində indiki sadə götürəcək, ya da ki, hər iki tərəfindən keçmiş götürəcək. Ona görə də burada you-dursa, S-ə zaten ehtiyac yoxdur. Bunu çıxdıq. Əgər he, she, it olsaydı olardı. Burada bu da səhvdir, çünki birinci gələcək, sonra indiki gəlir. Burada bu tərəf keçmiş olmadığı üçün Y variantı da səhvdir. Keçmişlə gələcək heç vaxt uzlaşmaz, ona görə C də səhvdir. Cavab A variantı. A variantı olacaqdır, bəli. 165. Altmış beş. Next deyir. Məndə də səhvdir o. Gələcək. Mən burada cavabı D Gələcək. Gələcək. Cavab D verilib. Ola bilər ki, texniki səhv olsun. Sən zaten bilmirsən ki, next olanda avoz işlənməz. Dedim bəlkə mən səhvəm. Yox, sən səhv deyilsən. Çap səhvi də ola bilsin. Mən Bitdi məndə. for a big mən biraz çaşdırdı ki, burada gələn ayçı kampaniya üçün Neçəyə baxırdıq? 165. He apply for a job at a big company next month. Gələn ay böyük bir şirkətə iş müraciət edəcəkdir. Nəsə? Hə, onda mən tərcüməni səhv eləmişəm. Hə. 160, 185-ə qədər yoxdur. Daha sonra 181 müəllimə. 100, Məndə bitdi. 181. Yet olanda hansı zaman gəlir? Yet olanda bitmiş. Özü də bitmişin inkarı. İnkar olur. A variant. Bitmişin inkarı. Zamanlarla bağlı bizim problemimiz var. Biz zamanları oxumuruq evdə. Zamanlarla bağlı ciddi problemimiz var. 2 dərs üstündə qalıq, yenə nəticə yoxdur. Sonra Mən oxumuşam. 205-ə qədər 205. bugün Özü yerə müəllimə, məndə də səhv. Bugün 205. bugün günüm ancaq şikayətlə gəlib. Ancaq şikayət eləmişəm səhər açılanda. Yet gəlibsə bitmişdi. You'ya görə də natik nə olar? Have, has. Müəllimə have. Всё. Yet bitmişdə ya sualda ya da inkarda gələcək. Və ən axırıncı burada necədir? Yoxdur. Müəllim, sizdə Zoom öz-özündən atmır. Niyə atsın? Ödəniş eləyib, ona görə atmır. Daha sonra. İndi burada sizin səhviniz yoxdur da, elə? Yaxşı. Natiq, zəhmət olmasa 120, Yoxdur. 220 izah edə bilərsən? Neçəni müəllimə? 220-ni. Müəllimə deyir ki, orada düzgün variantı tapın. I'm going to read. Müəllimə, bu olar. I am going to read. Nə deməkdir? Bax, biz to be going to ifadəsini nə zaman istifadə edirdik, Natiq? To be going to nə zaman istifadə olunurdu? Planlaşdırılmış hərəkətlər üçün. Niyyət önəmlidir. Bu getdi. Bir doğru. Yaxşı. Sonra? 2-də read. Read müəllimə olmaz. Gələcək isnad edən söz lazımdır, bəli. 3-də will read. 3 olar müəllim.
3 olar ani qərarlarda. Am reading. Məndə 4 də olar. Bu da plan. Was reading 5 olmaz. Bəli. Deməli, biz ani qərarlarda will, niyyətdə to be going to, planda present continuous-u, bəli, gələcək zaman istinadən istifadə edə bilirik. Bu da belə. Burada yekunlaşdırırıq, stop eləyirik, saxlayırıq. Gəldik birinci present simple-a, indiki sadə zaman. İndiki sadə zaman necə düzəlirdi? Zeyvə, Zeynəb, zəhmət olmasa siz testləri işləyin. Testləri işləyin, yoxlayacağıq dərsin axırında. Başla. Present simple am is I ilə düzəlirdi. Sualı do does-la düzəlir. Üçüncü şəxsdə is olurdu. Birinci şəxsin təkində am, cəmində are olurdu. Qalan şəxslərdə də are olurdu. Aha, yəni demək istədin ki, feilin sonuna s artırırıq. Hərəkət ifadə edən feillər deyirəm. Feilin sonuna s artırırıq. Üçüncü şəxsin təkində, digərlərində feil elə olduğu kimi qalır. Düzdürmü? Bəli. Yaxşı. İndiki sadə zaman nə zaman istifadə olunur? Hansı hadisələrdə istifadə edirik? Məsələn, İndiki sadə zamanda aha. Məsələn, daim təkrarlanan adi tanımlanmış hərəkətlərdə istifadə olunurdu. Sonra? Sonra daim təkrarlanan hərəkətlərdə olurdu. Aha, təkrarlanan hərəkət həmişə baş verən adi tanımlanmış. Məsələn, bayaq bir ifadə gördük. The earth goes around the sun. Yer kürəsi günəşin ətrafında dövr edir. Yer kürəsi günəşin ətrafında dövr edir. Hə, bu artıq hərəkət adi tanımlanmış bir hadisədir. Və ya water boils at 100 centigrade. Su 100 dərəcədə qaynayır. Bu adi tanımlanmış bir hərəkətdir. Və ya I go to school every day. Düzdürmü? Yaxşı. İndi onunla bağlı mən sizə burada bir-iki dənə test verəcəm. Saniyə gözlə paylaşım edeyim. Aha. Bunu bayaq uşaqlardan işlədik. Gözlə. Məsələn, 17. Bax 17-də 17-ni izah elə, zəhmət olmasa bizə. Burada the film already when we got deyə when-dən əvvəl keçmiş gələrsə, keçmiş olurdu. İndiki sadə zaman gələrsə, gələcək olurdu. Already olduğu üçün bitmiş zaman olar. Bəli, when-dən sonra got gəldiyinə görə, keçmiş gəldiyinə görə sən keçmiş də davam etməlisən, düzdürmü? Həzi, bir də bir gələcək. Really? Aha. İndi already-də hansı zamanın zaman zərfidir? Zaman olduğu üçün C variantı olur. Bəli, C variantı doğru variant olacaqdır. Düz. Aferin sənə. Əla. Yaxşı. Bəs sinsin qaydası necə idi? Sins özündən sonra, özündən əvvələ nə gətirirdi? Since özündən sonra bitmiş zaman gəlirdi. Özündən sonra. Since'dən sonra Mənim keçmiş passiv zaman gətirdi. sadə, əvvəl indiki bitmiş. Aferin. 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 Present perfect özündən əvvələ, özündən sonraya da. Past simple. Sin olmayacaq da, had sin olmaz. So ilə davam edəcək. So ilə, so ilə. Özündən əvvələ də indiki bitmiş gətirdiyinə görə B variantı. Əla. Bəs bitmişin zaman zərfləri ümumiyyətlə hansılardır Zərda? Already, for, since, sonra never, ever. Already, for, since, just, ever, never. Bu zaman zərfləri, düzdürmü? İndi sən bizə zəhmət olmasa dinən. Bunların yeri cümlədə haradır? Already cümlənin sonunda gəlirdi. Just Dəqiq, diqqətli ol. Bunların hamısının yeri cümlədə, köməkçidən.
Həzdən sonra gəlirdi. Həvdən, həzdən sonra, peykidən əvvəl idi. Yaxşı, bəs cümlə sonunda istifadə olunanlar hansılar idi? Already idi. Recently, yox, already yox, recently. Bir də yet. Bir də yet, ikisi cümlə Yetdi sonunda inkar istifadə cümlələrdə olunur. olur. Yet olan cümlədə bitmişin inkarı olmalıdır. C variantını at. İndi zaman uyğunluğuna görə seçəcəksən. Burada B variantında indiki verib, orada keçmiş verib, B variantı səhvdir. Bəli, indiki ilə keçmişi verə bilmirik. A variantı da yenə eyni qaydadadır. Bitmiş olarsa indiki olmaz, Y variantı gedər, D variantı. B variantı doğru İndiki variant ilə olacaq. Bəli. Bəli. Demək istəyirəm də, amma belə bir şey var. Last week deyir axı. Zərdə, bax burada zaman göstəricisi var. My brother, mənim qardaşım onu keçən həftə dəvət elədi, amma o hələ də gəlməyib. Bax last week bu tərəfi keçmiş götür. Keçmiş götür. Hələ də gəlməyib deyirsə, bu tərəfdə indiki götür. Düzdür, biz adətən keçmiş veririk, amma burada cümlənin tərcüməsinə görə E variantı çıxacaqdır. Hələ də gəlməyib mənasında, amma sən düz yoldan getmişdin, öyrəndiyimiz qayda ilə getdin. Yaxşı. Just olan yerdə hansı zamana gedəcəyik? bitmiş zaman olurdu. Bitmiş zaman olacaq. Bəli. Siz də üçüncü şəxsin təki olduğuna görə Has washed. has Washed. washed, bəli. Deməli, present perfect has, have, P2-nin köməkliyi ilə düzəlir, düzdürmü? Qaydalırdırsa idi, qaydasızdırsa daxilən dəyişəcəkdir. Yaxşı, bəs keçmiş, bitmiş necə düzəlirdi? Had P2. P2 ilə düzələcəkdir. Bəli. Daha sonra Fatimə gəl səndən davam eləyək. When bağlayıcısı var cümlədə. When özündən sonra hansı zamanları gətirir? When özündən sonra keçmiş, bir də indiki sadə zaman Sadələr. gətirir. Aha. Özündən Gələcək əvvəlki götürür. zaman, Ayrıqların da güzel doğası. zaman uyğunluğuna görə götürürük. Elə Y-də gələcək dediyi ikinci tərəfdə onu çıxırıq. Burada da had been working, publish. Mən orada have worked-lə should publish olmalı deyil idi ki. Ed var da. Şuda keçməməli idi ki məncə. Aha, görə Fatimə nə deyir? Fatimə variantı hansı oldu? Fatimə, Məndə I have been working published B variantı. yaxşı, niyə birini götürsən? Sən keçmişə keçmiş verməlisən. Bəli, A A variantı. bəndə. I had been working on my book for a year when I published it. Mən kitabımı nəşr etdirəndə artıq bir il idi ki, həmin kitabın üzərində çalışırdım. Deməli, bitmiş necə olmuşdu? Bitmiş necə düzəlirdi ay uşaqlar? Dedik ki, ikinci hadisə baş verəndə birinci stop eləyib dayanır. İndi bu kitabı çap etdirəndə artıq kitabın üzərində işləməsi dayandı. Bitmiş budur da. Kitabı çap etdirəndə birinci hadisə sona çatdı. Yaxşı, Fatimə, bitmiş, keçmiş, bitmiş necə düzəlirdi? Continuous'u daha doğrusu. Keçmiş, bitmiş, davam edici. Had üstəgəl P1. Been, üstəgəl P1. Been P1. Bəs present perfect continuous necə düzələcəkdi? O da have has been üstəgəl P1. Bəli. Bununla bağlı kiminsə çətinliyi varsa buyurun. Bax bu zamanlardan bağlı. Deyirsiniz yoxdur, yaxşı. Onda test göndərəcəm, baxarsınız. Bax, ay Fatimə, baş cümlənin keçmiş zamandadır. Sən hansı zamanla davam etməlisən? Baş keçmişsə, o birisi tərəfi də keçmişlə davam edir. Hamısı keçmiş olmalıdır, bəli. O da olur Y bəndi. Всё. Gör özdə nə var? Deyir ki, she knew that she had been crying as her eyes were red. O bilirdi ki, o ağlayıbdı, çünki gözləri qızarmışdı. Deməli, səbəb-nəticə əlaqəsi ağladığı üçün
Nəticə etibarilə də gözləri qızarıbdı. Perfect olsun, perfect continuous olsun. Hamısında səbəb-nəticə əlaqəsi var. Daha sonra, deməli, 12-ni də davam edəcəyik Zeyvə ilə. Niyə bizdə biraz uşaq var? 13-ü daha doğrusu. Zeyvə. Bax, if-dən sonra, if-in digər tərəfində gələcək zaman varsa, biz if-in içərisində nə götürə bilirdik uşaqlar? Mən deyim. Əsma. İndiki və keçmiş sadə. Dən əvvəl gələcək zaman İndiki. If birbaşa özündən sonra ya indiki ya da keçmiş götürəcəkdi. Digər tərəfdə gələcək olduğuna görə indikilərdən geri dönüş edirik. If it doesn't rain tomorrow, we'll have a picnic. Əgər sabah yağış yağmasa, rain yağış yağmaq əsas feildir. Ona görə do'ya ehtiyac yoxdur. Bir variant. Bu da belə. Yaxşı, axırıncı bir testimizə də baxaq. Biz dünən sizdə nəyi yoxlamadıq Ayzərdə? Tez fonun 11-ci sinifini. 11-ci sinifə yaxşı. Baxarıq. Deməli, Zərda, if-dən sonra nə istifadə etmirik? Etmir deyirəm ha. Birbaşa if-dən sonra. İfdən sonra birbaşa gələcək. Gələcək olmayacaq, yaz. Find tapmaq feili. Keçmişi nədir? Found. Keçmişə də keçmiş zaman verərsən. İndi ya da gələcək. Gör nə olar. Burada found keçmiş zamandadır. Would send də keçmiş zamandadır. Aha, o zaman hansı? A variantı. Bəli, A variantı. Will olan yerdə find olar. Sonra B variantı niyə olmaz? Deməli, if I found that book, I wouldn't... Bax, A variantı ola bilmir, ha? Diqqətli ol. Sən nəyə görə? Send-ə bax. Send in... Bax, D olmalıdır axı. Qabaqda would gələndə feil ilkin formasında gəlir. Send keçmişdir. Ona görə hansı olacaqdı? B variantı. Sən B demişdin, A demişdin. A demişdim. Hə, would qabaqda gələndə send indiki zamanda istifadə olunmalıdır. Keçmişdə yox. Belə. Onun üçün deyirəm. Hə, Zərda indi qoş. İndiki zaman. Birinci cümlə indiki zamandadır. Ona görə də ikinci cümləmiz bir dəqiqə. İkinci cümləmiz onda olacaq. Ya indiki present simple ya da future simple olmalıdır. Ona görə də B variantı və D variantı getdi. E variantında da ed artırılıb. Baş cümlənin zaman olanda, aha, budaq cümlə hansı zamanda gələcək? Budaq cümləm indiki zamanda gəlməlidir. Aha, hansı olar o zaman? Ya indi ya da gələcək. Məmə, final exam gələcək deyil ki. Final exam, sonuncu exam, imtahan. Tom important, Tom məlumatlandırdı ki, bildirdi ki, o sonuncu imtahanı ya keçib, ya keçəcək. Müəllim, burada B, E, D variantları olmur. Çünki yəni uyğun gəlmir. Burada A ilə C variantı qalır. C variantında da hiyə, yəni üçüncü şəxs olduğu üçün is artırılmalı deyildi. Hansını deyirsən? C variantı. Bəli. O zaman doğru A variantı. Bəli. Bəli, bu da belə. Yaxşı, gəlin mən bir dənə listening çəkim atım, onu işləyək. Sonra testlərinizi yoxlayarıq. Human eyes are amazing organs that help us to see the world around us.
They are in different colors like brown, blue, green, or gray. The colored part of the eye is called the iris, which controls how much light enters the eye. The black circle in the middle of the iris is called the pupil. In darker environments, the pupil expands to allow more light to enter the eye. This helps to improve visibility in low light conditions. In bright light, such as sunlight or artificial light, the pupil becomes smaller to limit the amount of light entering the eye. The retina is at the back of the eye. It sends pictures to the brain. Our eyes help us to see things, judge distances, and detect colors. They also play a crucial role in nonverbal communication. With the help of our eyes, we can express our emotions, like happiness, sadness, or surprise. Eyes usually need some care as we grow older. We should take care of our eyes by eating healthy foods and wearing sunglasses in bright sunlight. Yazın təzədən bir daha qoyun. Listening 10. Mən dayandırım bir də. And detect colors. They also play a crucial role in nonverbal communication. With the help of our eyes, we can express our emotions, like happiness, sadness, or surprise. Eyes usually need some care as we grow older. We should take care of our eyes by eating healthy foods and wearing sunglasses in bright sunlight. Məncə asan bir mətn idi. Getdik, yaza bildik. Bəli. Əla, super. Passagimiz nə haqqındadır? B bəndi. The function B of bəndi. human. Bəli, insan gözünün funksiyalarından danışır. Əla. 2-yə gəldikdə yanlış fikri sizdən istəyəcəkdir. D. D variantı. Qaranlıqda insanın gözü, bəbəklər böyüyür, balacalaşmır. Böyüyür. Bəli, D variantı. Daha sonra davam edirik 3-dən. E. Y bəndi. Y variantı. 3-də, qoy bir də mənə baxım. Hansı verilməyibdir? The pupil is the black circle in the middle of the eyes. Gözün mərkəzində olan qara dairədir. Pupil, gözün bəbəyi. Düzdür də bu. The old wear glasses for poor eyesight. Qocalar deyir ki, zəif görmə qabiliyyətinə görə eynək geyinirlər. Amma bundan danışmırdı axı. Gözdən danışırdı. The iris is the color part of the eye. Qişadan danışır. Bəli, iris sözünü işlətdi. Reading in bed is bad for our eyes. Bu da səhvdir. Deyir ki, yataqda oxumaq gözlərimiz üçün zərərlidir. Bu haqqda da heç bir məlumat vermirdi deyə. Bəli, E variantı verilməyibdir. Əhsən sizə. 4-ə gəldikdə isə sizə doğru lazımdır. A bəndi. The pupil changes its size to control the light. Gözün bəbəkləri işığı nəzarət altına almaq üçün ölçüsünü dəyişir. Bəli, qaranlıqda gözün bəbəkləri böyüyür. Düzdür. B variantında deyir ki, gözlərin rəngi görmə qabiliyyətinə təsir göstərir. Xeyr, təbii ki, belə bir şey yoxdur. Daha sonra. Əslində təsir göstərir. Bəli. Burada verilməsə də. Məsələn, mavi gözlü insanlarda daha çox göz həssas olur və gözün problem yaşama ehtimalı daha çoxdur. Rəngli gözlü insanlarda çox vaxt rəngli gözün üstünə bonus hədiyyə kimi bir dənə göz xəstəliyi, göz zəifliyi də gəlir. Ətrafımda məsələn rəngli gözlü çox sinif yoldaşım olub və çoxunda da deyiblər ki, problem var gözdə. Məsələn, mavi gözün əsas problemdir. Amma necədir bilmirəm, niyədir. Aha. Deməli, ilk dəfə də bunu eşitmiş oldum, bilmirdim. How can we take care of our eyes? Gözlərimizin qayğısına necə qala bilərik biz? Necə qala bilərik? B. Eating healthy foods, sağlam qidalar qəbul etməklə.
Wearing sunglasses in bright sunlight. Parlaq gün işığında eynək taxmaqlı. Bəli, 2, 3. The Irish controls. Qişalar nəyi kontrol eləyir uşaqlar? Nə? Necə? The light enters Light the light enters the eye. Lights enters Enter the eye. the eyes. The eye. Enter sözü də özünə sonra sözünü qəbul etmir. Əla. Çox gözəl. Əla. Yaxşı. Gəl indi bir dənə də dinləmə edək. 2 saatda inandırım sizi, ancaq qrammatik edirik. Tanış olun. Qrupa göndərmişəm. Qoyuram dinləməni. Bircə dəqiqə. Qoya bilərsiz. Listening 10. During the Middle Ages in Europe, people believed that cats were evil. They thought that cats had black magic powers and helped witches. That's why many people who had cats were killed along with their cats. Cats were hunted, tortured, and killed because of these beliefs. Some people even put live cats inside the walls of new buildings. They thought this would bring good luck. These actions made the number of cats go down. As there were fewer cats, the number of rats went up. Rats carry diseases, so this caused diseases to spread across Europe. Many people got sick because there were too many rats. By the 17th century, people began to change their minds about cats. They started to see cats as pets again. They also saw that cats were useful for catching rats. This helped to control the rat population and reduce diseases. Even though people began to like cats again, some old superstitions stayed. One common belief from the past is that a black cat crossing your path brings bad luck. Listening. Aha, buyurun, zəhmət olmasa bir dəqiqə baxın. Sonra yenidən davam. During the Middle Ages in Europe, people believed that cats were evil. They thought that cats had black magic powers and helped witches. That's why many people who had cats were killed along with their cats. Cats were hunted, tortured, and killed because of these beliefs. Some people even put live cats inside the walls of new buildings. They thought this would bring good luck. These actions made the number of cats go down. As there were fewer cats, the number of rats went up. Rats carry diseases, so this caused diseases to spread across Europe. Many people got sick because there were too many rats. By the 17th century, people began to change their minds about cats. They started to see cats as pets again. They also saw that cats were useful for catching rats.
This helped to control the rat population and reduce diseases. Even though people began to like cats again, some old superstitions stayed. One common belief from the past is that a black cat crossing your path brings bad luck. Belə. Bu da asan, rahat idi. Başlayaq. Birincidə passage-ə nə başlıq verə bilərik sizcə? B bence. Aha, Şola siz necə düşünürsünüz? Pişiklərlə bağlı olan mənfi inanclar. B variantı. 2-də yanlış olan nədir? C. B. Deməli, 2-də yanlış olan nə olacaqdı? People kill cats because they were spreading disease. Xəstəlik yaydı deyə öldürdülər. Attitudes towards cats changed. Yaymadılar. Some old superstitions about cats still exist today. Catching the rat, Yes. cats reduced disease in Europe. E variantı doğrudur. İçdə nə olacaqdı dedik? C variantı, B. C. B variantı. Deyir ki, o bəzi xurafat, Yox, keçmişdə yox. mövcud olan bu xurafatlar Doğru. yenə də mövcuddur, xeyr, yenə də mövcuddur deyə bilmərəm mən ona. C variantı. Yox, deyir ki, axı orada mətndə deyirdi, bəziləri hələ də qalır. Məsələn, o qara pişik yolunuza gəlsə, bu Yalan, xəbər səhv olmaz olan falan. deyir sənə. Sənə səhv olan istəyir. Hə. Hələ bilən deyirsiniz ki, o düzdür. Yox, Hə, səhv olan istəyir səhv sənə. olur. Hə, başa. Hansı olacaqdı? Bilmirəm. C deyirəm də C zaten. variantı, bəli C variantı. Pişiklər xəstəlik yaydıqlarına görə öldürülmürdülər. Onlar sadəcə xurafata görə nə isə də mənfi bir şey, şeytan falan hesab olunurdu deyə öldürülürdülər. Yoxsa xəstəliyə görə yox. Ona görə C variantı yanlışdır. Uşaqlar, bax digərləri doğrudur ha. A da doğrudur, B də doğrudur, D də doğrudur, E də doğrudur. Bizə yanlış lazımdır deyə C variantını götürüb B variantını atdıq. Əslində B ilə A hamısı doğrudur. Sadəcə yanlış C variantımızdadır. Daha sonra 3-də hansı informasiya verilməyibdir? B bence. C variantı. Mən iyi yazmışam. 1-2 iyi variant. Only olduğu cümlələr zaten səhv olur. Deyir ki, people thought that only black cats, yalnız qara pişiklər xeyli qüvvəyə malikdirlər. Bir səhvdir. Amma 3 doğrudur. Orada Üç rəng doğrudur. üç doğrudur da. Aha, orada rəng adı çəkmirdi. İnsanlar nəinki pişiyin özünə, hətta onun sahiblərini də öldürürdülər. 2-yə gəldikdə cadikarlar pişikləri öz evlərinə gizlədirdilər onları xilas etmək üçün. Belə bir şey də məncə yox idi, eşitmədim mən. Aha, 1-2. Doğru şeydir, verilməyən 1-2. 4-dəki verilmişdi. Pişiklərin öldürməsi nəticəsində sıçanların sayı Avropada artmağa başlamışdı. Gəldik 4-ə. Doğrunu istəyirəm. A bence. 17-ci əsrə qədər people began to see cats as pets again. Bəli, A variantı. Baxın, B variantının yanlış nə olacaqdı? Bugün də deyir ki, qara pişiklərə icazə verilmir ki, yol keçsin. Deməli, əslində belə bir xurafat var, amma icazə verilmir mənasını ifadə eləmir. Sadəcə bir xurafat olaraq qalır. Daha sonra some people use rats to hunt cats. Bəzi insanlar pişikləri, sıçanları tutub əzab vermək üçün Avropada istifadə edirdilər. Əksinə, pişiklər saxlanılırdı ki, sıçanları tutsunlar. Doğru variantımız elə bəli A variantı olacaqdır. 5-ə gəldikdə D. why did some people put cats inside the walls of the new buildings? Nə üçün yeni binaların divarlarının qarşısında inside içinə pişiklər qoyurdular? Nə üçün? Necədir? Özü canlı pişiklər deyirdi orada. They thought that it would bring good luck. Onlar belə hesab eləyirdilər ki, o uğur gətirir. Allah, nə əcaib xurafatlardır bunlar. 6. Avropa mədəniyyəti. Brings the bad luck. Bəli. Bad luck. Black cat crossing your path brings bad luck. İnanırsınız buna? Hayır. Mən nəsə inanmıram. Əslində yox, mən qara pişiklərin uğurlu olduğunu düşünürəm. Deməli, mən də xurafatçıyam. Hə, keçdik. Niyə siz inanırsınız? Yes, inanıram. Maalesef. Amma səhər-səhər keçəndə inanıram. Səhər-səhər.
Səhər-səhər Yox, mən gedirik. düşünürəm ki, məsələn, qara pişik keçibsə, tayda uğurdur. Mhm. Tamam. Gəldik perfectə. Uğursuz olan hər şey uğurludur. Aha. İşləmişikmi bundan? Gövhər. Məndən soruşmayın, mən hər şey qurtarmışam. Səni verənə şükür. Kimin səhvi var idi burada? Mənim 5 dənə səhvim var. Perfect idi. Gör mən neyləmişəm. Hə, hadi deyin. Yazmışam amma bilmirəm. Soruşması varmı, yoxmu? Bir dəqiqə mənə Tamam. baxayım. Deyin tez-tez səhvlərimizi. Bu səhifədə görün var. 9-cu Perfectdə yox, sual. bizə verilən sualım yoxdur mənim. Deməli, biz gecikdik, səbəb-nəticə əlaqəsi. Deməli, the bell has already görün bu tərəfi görə bilmirəm. Rang. Hə, E variantı. Gecikdik, zəng artıq vurulub. E variantı. Nə götürmüşdün burada? B bəndi. Bell təkdədir, necə həv götürürsən? İsim təkdədir. Daha sonra 4. 4-ə gəldik də. Deməli, now. Now deyirsansa zamana gedəcəyik. Now it is time to leave. Hə, now bu tərəfə aiddirsə, sorry. Üzr istəyirəm. Deməli, biz hər şeyi yığdıq. It's time to leave. Artıq getmək vaxtıdır. Biz hər şeyi yığdıq. We have packed everything now. Nə çıxıb burada cavab? E variantı. Burada variant nə çıxıb? E variantı çıxıb. Bəli, B, Y variantı çıxıb. Düzdür, nə o gəlsəsində nə davam edici zamandır. Qoy mən də baxım kitabda. Nə davam edici zamanda istifadə olunur. Amma burada tərcümə ilə bir dənə E variantı uyğun gəlir. Amma necədir? B çıxmalıdır da. Çünki necədir? Səbəb, nəticə var da, əlimizdə nəticə var ona görə. Hə. Və bir dənə nəticə var. Artıq getməyə hazırıq. Əlimizdə nəticə olduğuna görə E variantı. Hə, burada da E veribdi, gördüm. Sonra 73. yoxdur. 42. 42. Qəşə sual idi o. Zərda, yet haçan istifadə olunur? Bitmiş zamanda. Bitmişin inkarında. Sən cümlədə keçmiş zamanda hansını götürəcəksən? Hadn't. Всё. Всё. Bu qədər bəsit, bu qədər rahat. Daha sonra bir də 70 neçə dedik? 72. Yet var. İkinci tərəfin inkarda olmalıdır, bitmişin inkarı. Hansı zaman uyğunluğuna görə hansını götürəcəksən? D bəndi. Всё. Bu qədər bəsit, bu qədər rahat. Keçmişə keçmiş. Başqa? Yoxdur. 69. 69. Zəda, V-dən sonra qot gəlib, keçmiş gəlib. Nəydən davam etməlisən? Keçmiş. Всё. Hansıdır keçmiş cümlədə? A variantı. Və bunu niyə səhv eləmisən? Daha sonra yoxdur. Əslində könül istəyərdik yeni mövzu keçək, amma ayrı-ayrı düşdüyümüz üçün, uşaqlardan ayrı düşdüyümüz üçün yeni mövzu keçəmirik. Gəlin sizdən bir daha test işləyək biz. Amma çətin testləri işləyək. Aha. Deməli, Fatimə, sadəcə Ven sadə zamanların sualıdır. Bəs since Ven hansı zamanın sualıdır? Since when bitmiş zamanı. Zeyvə, Zeynəb işləyirsiniz testləri? Bəli, mən.
Nə qədər vaxtda qutarsınız? 200 mənim. Hı? 190-dayım, mən çaşdım. Hə, yaxşı. Zeynəb, Zeyvə sən də işlə, zəhmət olmasa. Olmasa bunun izahlarını sizə atacağım. Hə, siz ven bitmişdi, düzdürmü? İndi bax gör hansı variantdan geri dönüş eləyərik. Burada B bəndindən. Bitmişdisə, S-lər, E-lər, A-lar getdi. Ya B-dir, ya D-dir. Niyə D variantını götürmədik? Orada feildə noun olmalıydı. Aha, bəli. Üçüncü forması, P2 forması lazımdır deyə B variantı. Əhsən sənə, çox gözəl. Yaxşı. Fatimə, Gövhər, unless özündən sonra hansı zaman qəbul edir? Unless perfect zaman. Yox, Unless-dən sonra. gələcək. Unless-dən Bircə də mənim qayda əzbərləmirəm. Bircə dəqiqə mən yenə sual verir. Is olacaq burada. İndiki zaman lazım olacaq. Əvvəl will, sonra is olmalıdır. They will go for a walk unless they won't. Unless it görüm. They go for a walk unless it won't be. Demək, unless-dən sonra will olmaz. Will-lərin hamısını atırıq. Amma cavab hədə B. Deməli, unless if kimidir, when kimidir, özündən sonra will gətirməyəcəkdir. Ya B-dir, ya da C-dir. Get tərcüməyə baxaq. They will go for a walk unless özü inkarlıq bildirir. Ona görə özündən sonra inkar gəlməz. Bir until-dir, qeyd eləyin. Bir də unless-dir. Özündən sonra inkarlıq götürmür. Ona görə C variantı. Hə, unless. Bəli. Bəli, ikisi. Unless bir də nə dedi? Until, bax yazdım. Təşəkkür. Tamam. Yaxşı. Bax, 440 da eyni qəbildəndir. Until-dən sonra will-lər, would-lar işlənmir, düzdürmü? Train də tək olduğuna görə starts qoyardıq. Ona görə 1, 4 qaldı, bir də 3 qaldı. Aha. 439-a baxsaq, bəs zaman uyğunluğuna diqqət elə. Gövhər. Mən baxıram. Aha. Tamam. Deməli. Tak. 2-ni atın getsin. 3 atın getsin. Bak. 1 ilə 4. Sevərim. Aferin sənə. İndiyə indi, keçmişə keçmiş. 1, 4, düzdür. Başqa qrupumuzda kim var burada? Əsma. Bax, ənd bağlayıcısı olanda əninin sağında nə olursa solunda da onu götürəcəksiniz. Əsma, eşidirsən məni? Fatimə, baxaq. Bəli, burada əndin hər iki tərəfi də eyni olacaq deyə C bəndi rise set. Bəli. Amma sound üçüncü şəxsin təki olduğuna görə S-ləri verərik, o da A variantı. Bəli. Okay. Belə. Yaxşı. Zərrə, gəl səndən də baxaq, zəhmət olmasa. Zaman uyğunluğuna görə müəyyənləşdirəcəksən. Burada 3 doğrudur. Bir də Bir də 4. 3 və 4. Keçmiş indi olmayacaqdır. Bəli, əla. Çox gözəl. Çox gözəl. Biraz çətinlərinə gedək. When bağlayıcısı, when, if, till, until, since, by the time. Buyur. Özlərinin sonra indiki götürər. Sadə zaman götürəcək. İndi də ola bilər, keçmiş də ola bilər.
Hmm, Y variantı çıxır. V-dən sonra bitmiş gəlməz, bəli. A variantı gedər, gələcək olmaz. B variantı da gedər. Keçmiş ise keçmiş olar. Went should leave. C Bəli. variantı da gedər. Ona görə D. I always went home by bus when I lived in London. Londonda olanda mən həmişə avtobusla gedərdim. Normalda siz deyəcəksiniz ki, always niyə ki, ancaq indiki zamanda istifadə olunur. Düzdürmü? Gövhər. Və biz nə zaman always, usually, ofunu keçmiş zamanda istifadə edirik? Bu haçan baş verir? Keçmişdə olmuş hadisələr üçün də elə bir ki, necə deyim, bunu demişdik keçən dəfə. Keçmişlə, usual ilə oldu. Bəli, keçmişdə Tamam. davamlı baş verən hadisələrdə bu formada istifadə olunacaqdır. Uşaqlar, birinə də baxaq, yekunlaşdıraq. Amma çətin bir şey olsun, öyrədici. Bax, burada incorrect istəyəcəkdir. Gövhər, buyur. Baxın. He says that he lived in... B, C-ni atın geçsin. Yanlış deyir, ha. Ha da yanlış değil. Hı. Lived. Has perfectlə olmalıdır məncə. Benim görüm D. Hər kəs baxsın görək hamı fikrini soruşacaq. Mənə D kimi gəlir. D kimi? Amma D kimi. Amma mən D-ni tamamilə deyiləm. Çünki zaman uzlaşması ilə bu doğru olmasa da A mənə daha səhv gəlir. Elə A'dır cavab. Aha, uşaqlar siz necə deyirsiniz? Məncə D. Niyə D, Zərda? For var. Orada bitmiş zaman olmalıdır. Orada has been keçmiş, indikidir, said keçmiş. Səhvdir variantı deyirsən. İndi bir dənə bir şey deyəcəm. Zəhmət olmasa onu qeyd edin. Əgər sizin baş cümləniz indiki zamandadırsa, tamamlıq budaq cümlələrində və tamamlıq he says o dedi nəyi? Tamamlıq budaq cümlələrində baş cümlə indiki zamandadırsa, budaq cümlə indiki zamanda da olar, keçmişdə də olar. Tamamlıq budaq cümlələrində baş cümlə indiki zamandadırsa, budaq cümlə indidə də olar, keçmişdə də olar. Ona görə bunlar düzdür, çıxıram. Yazdınız? Tamamlıq budaq cümlələrində. İstəyirsiniz bu nümunələri də yerinə qoyub yaza bilərsiniz. Baş cümlə indiki zamandadırsa, budaq cümlə indikidə də ola bilər, keçmişdə də ola bilər. Tamamladınız? Bircə də gözləyirsən, nə deyirdiniz? Tamamlıq budaq cümlələrində baş cümlə indiki zamandadırsa, budaq cümlə indiki zamanda da ola bilər, keçmişdə də ola bilər. Yox, sizin baş cümləniz keçmiş zamandadırsa, Cümlələrində baş cümlə indiki zamandadırsa, baş cümlə indiki zamandadırsa, budaq cümlə indikidə də ola bilər, keçmişdə də ola bilər. Yəni siz A variantını da deyə bilərsiniz, B variantını da deyə bilərsiniz. Says dediyinə görə lived olar və ya indiki bitmiş has lived olar. Baş cümlə indiki zamanda olanda, budaq cümlə indiki zamanda da gələ bilər, has lived də deyə bilərəm və ya sadəcə lived də deyə bilərəm. Yox, sizin baş cümləniz, yəni bu he hissəsi, keçmiş zamandadırsa, budaq cümlə ancaq keçmişdə olacaqdır.
baş cümləniz keçmiş zamanda olanda budaq cümlə ancaq keçmişdə olar. İndiki zamanda verə bilmərik. Ona görə səhv D variantıdır. He said desəm, said keçmiş zamandır. Budaq cümləm has been yox, had been living olmalıydı. Yazdıq. Bu bizə düşər. Zaman uyğunluğuna görə, uzlaşmasına görə əlbəttə ki, düşər. Zaman uzlaşmasıdır bu. Amma burada budaq cümlə, baş cümlə söhbəti var. Budaq cümlə dediyim mən öz dilimdə elə deyirəm də, siz birinci tərəf götürəcəksiniz, bax bu hissəni götürəcəksiniz. Bu hissə indiki olanda, bu hissə indiki olar, keçmişdə olar. Bu hissə keçmişdə olanda, bu hissə ancaq keçmişdə olar. Zaman uyğunluğuna görə düşə bilər. Sadəcə olaraq biraz baş cümlə, budaq cümlə anlayışı sizi fərqləndirir. Onu da sual verib tapa bilərsiniz. He says, o dedi, nəyi sualını verirəmsə tamamlıq budaq cümləsidir. Belə,